Texnodatdan hər kəsə salamlar dostlar, xoş gördük hamınızı. Bugün sizlərə Android cihazınızda necə kino yükləmək lazım olduğunu göstərəcəm. Bunun üçün bizə lazım olacaq Dolphin Browser və Dolphin Browser'in plugini olan Video Downloader proqramları. Hər iki proqramı yükləməyinki videonun açıqlama bölməsində var. Oradan daxil olub yükləyə bilərsiniz. Video Downloader'ı sadəcə olaraq telefonumuza quraşdırırıq. Yəni bununla kifayətlənirik. Daha sonra daxil oluruq Dolphin Browser'a. Və Dolphin Browser'a daxil olarkən sağ hissəyə toxunuruq. Burada açılan paneldə gördüyünüz kimi Video Downloader pluginimiz də aşağıda görsənir və buradan Rабочий stol seçirik. Yəni saytı full versiyada görmək belə deyək funksiyasını aktiv eləyirik və buraya deyək ki, daxil olacağımız kino saytını qeyd eləyirik. Məsələn, mənim daha çox istifadə elədiyim, ümumiyyətlə belə deyək də kino izlərkən bu saytdan istifadə edirəm. Kinogoya daxil oluruq və buradan deyək ki, izləmək istədiyimiz kinonu seçirik və ya yükləmək istədiyimiz kinonu seçirik. İndi dostlar sizlərə göstərəcəm. Burada həm kinonu birbaşa onlayn olaraq öz telefonunuzun video player ilə izləmə imkanı əldə edə bilərsiniz. Bununla da yanaşı təbii ki, istədiyiniz kinonu məsələn yükləyə də bilərsiniz. Gördüyünüz kimi burada bizdən flash player tələb eləyir və flash player'ı da eləməz buradan birbaşa yükləyə bilərik. Mən artıq yükləmişəm və indi quraşdıracağam və flash player'ı quraşdıraq. Elə yükləmə linki də məhz orada birbaşa sizə verilir. Siz oradan yükləyə bilərsiniz. Məhz flash player'ı və daha sonra yüklədikdən sonra flash player'ı da quraşdırıb geriyə qayıdırsınız və flash player'ımız quraşdırıldı. Sayt da öz-özünə yenilənir. Gözləyirik, heç bir şey etmirik və gördüyünüz kimi artıq flash player'ımız quruludur və burada aşağı hissəyə düşürük. Biraz sayt iri olduğu üçün, yəni yerlər bəzən qarışa bilir. Buna görə gözləməyiniz daha yaxşı olar ki, sayt tam olaraq açılsın və burada toxunuruq player düyməsinə, daha sonra play düyməsinə və saytın öz flash player'ı açıldı gördüyünüz kimi. Burada kinoya daxil olarkən təbii ki, reklam da gələ bilər, gəlməyə də bilər və burada gördüyünüz bir işarə gəldi, belə deyək də, gözləyək bir dənə saytımız özünə gəlsin. Bu işarə bəzən gələ də bilir, gəlməyə də bilir. Yəni flash player'ın yuxarı hissəsində biraz əvvəl gördüyünüz, belə deyək də, yükləmə işarəsi. O gəlməsə belə siz o hissəyə toxunursunuz və belə bir pəncərə açılır. Və burada gördüyünüz kimi video 01 yazılıb və həcmi də böyük olduğu üçün bilirik ki, artıq bu bizim izləyəcəyimiz və ya yükləyəcəyimiz kinodur. Bəzən 2 dənə, deyək ki, video 01 və ya video 02 gələ bilər. Digərinin həcmi balaca olsa bilin ki, belə deyək də, sayta daxil olarkən kinonu başladarkən qarşınıza çıxan reklamın belə deyək də yükləmə videosudur. O təbii ki, bizə lazım deyil. Deməli belə bu kinomuzdur və üzərinə toxunuruq və burada iqrać onlayn eləyə bilərik və ya birbaşa skачать eləyə bilərik. İqrać onlayn eləsək telefonumuzda olan müxtəlif video playerlər vasitəsilə biz belə deyək də bu kinoya baxa bilərik. Hətta dediyim kimi telefonumuzun öz sistemində olan video playerlə belə biz həmin kinonu rahat bir şəkildə izləyə bilərik dostlar. Görürsüz, yəni istəsəniz oturub baxa bilərsiniz çox rahat bir şəkildə və ya yol çıxacaqsınızsa indidən məsələn yükləyib daha sonra yolda daha rahat bir şəkildə həmin kinonu da izləyə bilərik və buradan skачать eləyirik və ikinci hissədə yəni bu hissədən yükləmə papkasını seçə bilərik. Yəni sizə hara lazımdırsa ora düşsün və daha sonra zagruskaya vururuq, yəni zagruzit və bu da zagruska bölməsinə düşür. Yəni yükləmələr bölməsi gördüyünüz kimi artıq yükləməmiz başladı. Və beləliklə də siz kinonu rahat bir şəkildə telefonunuza yükləmiş olursunuz və daha sonra rahat bir şəkildə də təbii ki izləyə bilərsiniz kinonu. Və gələk kinonun keyfiyyətinə. Kinonun keyfiyyəti, yəni telefonda baxarkən belə deyək də rahat bir şəkildə baxa biləcəksiniz təbii ki və seçdiyiniz kinodan da asılıdır. Ola yeni kinolar çox vaxt Camrec və ya TS formatlı olur deyə bir o qədər də yaxşı çəkilmir. Yəni HD RIP olan kinoları izləməyiniz daha məsləhətlidir. Və bununla yanaşı yüklədiyimiz bu kino çox vaxt 480 pikseldən yüklənir, 720 olmur. Çünki yəni flash player olduğu üçün 480 və 360 arası olur. Və bu da heç bir belə deyək də izləyərkən bizə heç bir
deyək, problem törətmir də, yəni rahat bir şəkildə yüklədiyimiz kinonu çox gözəl keyfiyyətdə də izləyə bilərik dostlar. Və beləliklə də istədiyiniz kinonu rahat bir şəkildə izləyib yükləyə bilərsiniz və ya yükləyib izləyə bilərsiniz. İndi orada artıq özünüz həll eləyin. Yəni kimi necə rahatsa elə eləyə bilər. Yəni evdəsə təbii ki birbaşa onlayn qoşub öz telefonunuzdakı playerdən rahat bir şəkildə baxa bilərsiniz dostlar. Belə göstərmək istədiklərim bunlardan ibarət idi. Ümid edirəm ki göstərdiyim bu metod bir çoxlarınızın işinə yarayacaq. Belə ki mən artıq bu metodla demək olar ki 1 ildən çoxdur kinoları rahat bir şəkildə izləyirəm və ya yol çıxmadan qabaq kinoları yükləyirəm. Və düşündüm ki sizlərlə də paylaşım. Çünki bəzən olur ki bəzi izləyicilərimiz məhz kinoları yükləyə bilmir. Ona görə düşünürəm ki bu hər birinizin işinə yarayacaq dostlar. Belə göstərmək istədiklərim bunlardan ibarət idi. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən izləməyə davam edin. Sağ olun dostlar.